Bəzən deyirlər ki, bu ərəbin kitabıdır. Quranı ərəb yazmayıb, o müəllifi də ərəb deyil. Zaten sən onu oxuyanda ərəbə aid heç nə görmürsən. Bir var orada ərəbin tarixindən yaza, ərəb xalqları necə formalaşdı. Elə görsən deyirsən ki, bu elə məzmun olaraq da elə ərəbin həyatı ilə uyğundur. Bunun elə müəllifi də elə böyük ehtimalla elə bir ərəb olub, bir insan olub. İlahi bir kökü mənşəyi yoxdur. Ancaq sən orada onu qətiyyən orada görmürsən də. Deyirəm, yalnız dil əlaqəsi var. Peyğəmbəri bəzən deyirlər ki, bu ərəb olub, ərəbin hansısa bir nümayəndəsinə nəyə görə sözünə tabe olursan, bu Allah və məxluqa arasında bir vasitədir. Bu ingilis də ola bilərdi. Onda eyni iradə onda da bildirəcəkdilər ki, bir ingilisin dediyinə tabe olursan. Yəni Allah kimisə seçirsə, o hansı bir dildə danışacaq, hansı bir məntəqədən, bir məkandan çıxacaq. Ona görə bu seçdiyi şəxsin, bu nümunənin ingilis olması, şotland olması, türk olması və ərəb olmasının bir önəmi yoxdur. Hansı bir məkandan çıxır və mənim elçimdir, onun dili ilə sənə sözləri çatdırıram. Birbaşa səninlə danışa bilmirəm. Hansı bir uyğun olan, potensialı olan, bu ilahi vəhyi qəbul etmə gücü olan bir nəfər seçirəm. Ona görə bu filan qəbilənin, tayfanın, xalqın nümayəndəsidir, biz niyə tabe oluruq sözü burada keçərsizdir və zaten də Peyğəmbərin ərəblərlə əlaqəsi dediyim kimi həmən xalqın içindən çıxması qədərdir. Peyğəmbərimizin məşhur bir sözü var. Özünün ərəblərdən olub, ancaq ərəbin ondan olmamağı. Yəni düşüncə, xasiyyət, xarakter olaraq məndən tamam başqa bir xalqdır. Hətta qeyd edir ki, sizlərdən sonra gələnlər məni daha yaxşı anlayacaqlar. Hətta deyir ki, bu sözləri götürün, sinələrinizdə saxlayın, özünüzdən sonraki nəsillərə çatdırın və əcəmlər, yəni ərəb olmayanlar bunu daha yaxşı anlayıb, daha yaxşı başa düşəcəklər. Zaten indiki dövrdə də baxanda görürük ki, qeyri-ərəb bu ərəbin içindən çıxan Peyğəmbərin sözünü dediklərini daha yaxşı anlayır. Daha gözəl həyatlarına tətbiq edir. Avropa cəmiyyəti əslində praktik olaraq Peyğəmbərin gətirdiklərini həyata keçirirlər. Biz nəzəri olaraq bilirik. Ərəblər gözəl şəkildə bu dilin daşıyıcısı olduğuna görə anlayırlar. Quran-Kərimi bir çoxları yarıdan çoxunu bilir. Mən məsələn Misirdə gedəndə demək olar ki, əksər taksilərdə Quran-Kərimə qulaq asırlar. Onlarda mədəniyyət artıq oturuşub, formalaşıb. Quran-Kərimin əsasında formalaşıb. Hətta dini rituallara əməl eləyirlər bir milli bir miras olaraq. Ancaq nə qədər bunu əməldə həyata keçirirlər? Keçirənlər də var, keçirməyənlər. Ancaq sosial olaraq, ictimai tərəfdən biz baxsaq, qərb insanı praktik olaraq bunu daha yaxşı həyata keçirir. Ona görə Peyğəmbərimiz də ona işarə eləyir ki, bunu daha yaxşı anlayan bir xalqlar gələcək. Onlar ərəbdən olmayacaqlar, qeyri-ərəbdən olacaqlar. Bu nöqteyi nəzərdən, yəni burada da deyə bilmərik ki, bu ərəbdir. Ona görə bunun sözünə niyə tabe olursan?